Salam, dəyərli izləyicilər. İndi sizə 2 noyabr tarixində Güvən Nəşrlər tərəfindən keçirilmiş 10-cu sinif buraxılış sınaq imtahanının riyaziyyat suallarının izahını verəcəm. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Başlayaq. İlk sual 57-ci sualdan başlayaq. 19 ədədi aşağıdakı ədədlərdən hansı ilə qarşılıqlı sadə deyil? Baxırıq. A variantı 12 verib. 19 üzü sadədir. Sadə olduğu üçün 19 ilə 12 nə olacaq? Artıq qarşılıqlı sadə olacaq. Çünki 12-nin vurlarını yazsaq 12 2 vur 2 vur 3 deməkdir. Deməli buradan çıxır ki, yəni 12 ilə 19 qarşılıqlı sadədir. Sonra 45. 45-i yazırıq. 3 vurulsun 3 vur 5 şəklində yenə qarşılıqlı sadədir. 51 3 vur 17-dir. Yenə qarşılıqlı sadədir. 72 2 vur 2 vur 2 vur 3 vur 3 yenə qarşılıqlı sadədir. 95 isə 5 vur 19-dur. Artıq 19 ilə 95 qarşılıqlı sada deyil, çünki ortaq sada vuruq var. Əgər ortaq sada vuruq varsa, verilmiş ədədlər qarşılıqlı sada olmayacaq. Buna doğru cavabımız burada E variantı, yəni 95-ə bərabərdir. 58-ci sual. X-in y-ə nisbəti 4/3 və y-in z-ə nisbəti 3/2 olarsa, x, y, z nisbətini tapın. Bu iki tənasibədə nəyə baxırıq? Hər iki tənasibdə olan dəyişən y-dir. Burada qarşısında duran ədəd 4-dür. Burada qarşısında duran ədəd isə 2-dir. Bunları eyniləşdirmək lazımdır. Ona görə ikinci tənasibdə sağ tərəfdə sürətlə məxrəci 2-yə vurmaq lazımdır. Birinci tənasib olduğu kimi qalır. X-in y-ə nisbəti bərabər 4/3. İkinci tənasibdə y-in z-ə nisbəti bərabər olacaq. Sürətlə məxrəci 2-yə vuranda 4-ün 6-ya nisbəti. X-imiz buradan görünür 3K-dır. Y-imiz 4K-dır. Z-imiz isə 6K-dır. X, Y, Z nisbəti soruşduğu üçün nəticə olacaq 3, 4, 6 nisbətində. Yəni doğru cavabımız Y variantı. 59-cu sual. Aşağıdakilərin hansı çoxluğunun alt çoxlarından biri deyil? Alt çoxluq olması üçün alt çoxluğun bütün elementləri verilmiş çoxluqda olmalıdır. Yəni burada olmalıdır. Birinci növbədə onu qeyd etmək lazımdır ki, boş çoxluq istənilən çoxluğun alt çoxluğudur. Deməli bu olacaq. 1 alt çoxluğudur var burada. 1, 2 yenə alt çoxluğudur. 2, 3 alt çoxluğudur. Amma 0, 1, 2 alt çoxluq deyil. Niyə? 1, 2 A'ya daxildir. Amma 0 A'ya daxil olmadığı üçün 0, 1, 2 çoxluğu verilmiş çoxluğun alt çoxluğu deyil. Buna doğru cavabımız burada D variantıdır. Yəni 0, 1, 2. Növbəti sualımız gəlir 60-cı sual. ABC üçbucağında bucaq 70 dərəcə və bucaq C 30 dərəcə olarsa, A təpəsindən qarşı tərəfə çəkilən təmbölən və hündürlük arasındakı bucağı tapın deyir. Bunun düsturu da var, amma düstur əzələmə mənası yoxdur burada. Düstursuz daha rahat bunu yazmaq olar. Düstursuz. Bu şəkildə bir bucağımız olsun. Deməli, B bucağını bizə verib 70 dərəcə. C bucağını bizə verib 30 dərəcə. A bucağı da neçə olacaq? A bucağı da olacaq 70, 30, 100 yerə qalır 80 dərəcə. A bucağı 80 dərəcə olacaq. Yəni bizə deyir ki, A təpəsindən qarşı tərəfə çəkilən təmbölən və hündürlük. Aydın məsələdir ki, burada hətta bu şəkli mən çəkib daha doğru şəkil çəkək ki, bucaqlara görə tam bilinsin. Deməli, A bucağı, B bucağı, bu da C bucağı olsun bu şəkildə. A bucağını bizə verməyib, B bucağını verib 70 dərəcə, C bucağına verib 30 dərəcə. 30 dərəcə. Biz bilirik ki, birinci gəlir hündürlük, sonra gəlir təmbölən, sonra gəlir median. İndi hündürlük ən qısa məsafədir. Bu hündürlükdür. A təpəsini çəkmiş hündürlük.
hündürlük. Yəni bu olacaq h şəkildə. Sonra tənbiləni çəkirəm. Tənbilən hündürlükdən biraz uzundur. Bu da bu şəkildə. Bu da olsun t. Ati tənbiləndir. İndi bizdən hündürlüklə tənbilən arasındakı bucağı soruşur. Yəni bu bucağı soruşur. Nəyə bərabərdir? Bucaq B 70 dərəcə, bucaq C 30 dərəcə olduğu üçün ikisinin cəmi 100 dərəcədir. Deməli, bucaq A da olacaq 80 dərəcə. Bucaq A 80 dərəcədir. İndi bucaq A 80-dir. Ati tənbilən olduğu üçün bura olacaq 40 dərəcə. Bura 40 dərəcə. Digər tərəfdən də ATC üçbucağından xarici bucaq ona qonşu olmayan iki daxili bucağın cəmidir. Yəni 40-dan 30-un cəmi bura olacaq 70 dərəcə. Buranı tapılır 70 dərəcə. İndi AHT düzbucaqlı üçbucaqdır. İti bucaqlardan biri 70 dərəcədirsə, digəri də olacaq 20 dərəcə. Yəni doğru cavabımız burada 20 dərəcəyə bərabərdir. B variantı. Altmış birinci sual və sualımız belədir. 25% şəkər olan məhlula 26 kiloqram şəkər əlavə olunarsa, alınan məhlulakı şəkərin faizi 40%-ə qədər yüksələr. İlkin olaraq məhlul neçə kiloqram idi? Normalda məhlulun kütləsinə mən deyirəm 4x. 4x bu məhlul olsun. Niyə 4x deyirəm? 25% 4/1-dir. Kəsr alınmasın deyə 4x deyirəm. Demək bunun 25%, yəni x qramı, yəni x olacaq, x kiloqram olacaq şəkər. 3x də olacaq su. İndi ki, 26 kiloqram şəkər əlavə olunarsa, məhluldakı şəkərin faizi 40%-ə qədər yüksələr deyir. Deməli, şəkərin miqdarı olacaq x plus 26. Məhlulun kütləsi də olacaq 4x plus 26. Bərabərdir %40-a. Yəni 40% %40 demək. O da 5-də 2-yə bərabərdir. 5-də 2. Tənasüblə çarpaz vursaq 5x. Üstə gəl. 5 dəfə 26 130. 2 dəfə 4 8x. 2 dəfə 26 bizə verir 52. İndi 5x-i sağa keçirəcəm, 52-ni sola. 130 çıx 52 bərabərdir 8x-lə 5x-in fərqi. Buranı alınır 78 alınır. 78 bərabərdir 3x-ə. X-imiz olur 26. X tapdıq 26. İlkin olaraq məhlul neçə kiloqram idi? İlkin məhlulun başlanğıc kütləsini soruşur. Məhlulun başlanğıc kütləsinə mən 4x vermişəm. X-də 26 tapmışam. Ona doğru cavabımız olacaq C variantı 104 kiloqram. 62-ci sual. Rənglənmiş hissəni tapın. Rənglənmiş hissə. Baxaq. Rənglənmiş hissə. Deməli, burada baxırıq ki, mən belə yaza bilərəm də. C ilə A ilə B-nin birləşməsini kəsişdirəcəm. Oradan da A ilə B-nin kəsişməsini çıxacaq. Deməli, baxaq görək. Cavab hansıdır? Deməli, A birləşir B. Bəli, doğru cavabımız Y variantında verilir. Dediyim şəkildədir. Y variantında verilir. A ilə B-nin birləşməsini C ilə kəsişdirəcəm. Onda bu hissədə rənglənəcək, bu hissədə. Bu hissəni də çıxartmaq üçün o da A ilə B-nin kəsişməsində var deyə. Ona görə verilmişlərindən A ilə B-nin kəsişməsini çıxaracam. Doğru cavabımız Y variantı. 63-cü sual. Eyni sürətlə işləyən 4 dərzi bir gündə 48 köynək tikərsə, 5 dərzi bir gündə neçə köynək tikər? Burada 4 dərzi 48-dirsə bir gündə 5 dərzi daha çox tikəcək. Niyə? Çünki dərzilərin sayı artdığı üçün, yəni burada köynəklərin sayı artacaq. Bu da nə deməkdir? Bu da düz mütənasibdir də. Düz mütənasibdir. Yəni 4 dərzi bir gündə 48 köynək tikərsə, 5 dərzi daha çox tikəcək. Buna dərzilərin sayı artdığı üçün köynəklərin sayı da artacaq. Düz mütənasibdə nisbət sabitdir. 4-ün 48-ə nisbəti bərabərdir 5-in də x-ə nisbəti. Burada 4-dən 48 qısa gələcək. Burada 1, burada 12 və x alınır buradan 60. Deməli, doğru cavabımız burada olacaq 60-a bərabər.
Növbəti sualımız 64-cü sual. 35% gəlirlə 200 manata satılan məhsulun maya dəyəri neçə manatdır? Ümumiyyətlə maya dəyər deyəndə maya dəyər həmişə 100%-dir. Maya dəyəri bizə verib, daha doğrusu bizdən soruşur, ona deyirəm x. 35% gəlirlə, 35% gəlir varsa demək 135%-dir. Və 270 manata satılıb deyir. Şimdi bizdən x-i soruşur. Aydın məsələ ki, bu düz mütənasibidir. Düz mütənasib kəmiyyətlərdə nisbət sabitdir. 100-ün x-ə nisbəti bərabərdir 135-in 270-ə nisbəti. Burada x-lar gələcək. 135'e burada 1, burada 2 ve x alınır buradan 200. Yani doğru cevabımız burada C variantı 200'e beraberdir. Altmış sual. Şəkildə ABC üçbucağında AD DC'ye bərabərdir. Bucaq ABD 38 dərəcə və bucaq BDC 76 dərəcə varsa, bucaq BCA-nı tapın. BCA bucağını soruşur. Yəni bizdən bu bucağı soruşur. BCA. Bura alfa deyirəm. İndi biz burada nəyə baxmalıyıq? Üçbucaq ABD-dən baxıram ki, mən bura bir beta desəm, beta ilə 38-in cəmi bizə verir 76 dərəcəni. Yəni üçbucağın iki daxili bucağının cəmi onlara qonşunun xarici bucağını verir. Buran çıxır ki, beta bərabərdir 38. Beta'nın özü çıxır 38 dərəcə. Deməli, beta 38 dərəcə olduğu üçün bu bucaqla bu bucaq bərabərdir. Deməli, bu üçbucaq bərabər yanlış üçbucaqdır. Ona görə də AD ilə öz növbəsində BD-yə nə deyir? Bərabərdir. BD DC-yə bərabər olacaq. Çünki buranı bərabər vermişik zaten. Baxırıq ki, BDC bərabər yanlış üçbucaqdır. Bərabər yanlış üçbucaq olduğu üçün bura alfa-dırsa, burada olacaq alfa. Şimdi alfanı rahatlıqla tapa bilərik. Şimdi BDC üçbucaqdan yazıram. Alfa plus 76 dərəcə və 180 dərəcəyə. 2 alfa bərabərdir. 180-dən 76 çıxanda 104 dərəcə olur. Alfa ilə bərabərdir 52 dərəcə. Yəni doğru cavabımız burada 52 dərəcəyə bərabərdir. Yəni doğru cavab A variantı. 66-cı sual. İfadəsinin qiymətini hesablayın. Əvvəlcə nə edəcək burada? Mötərizənin içərisini buranı hesablasaq. Deməli, 6-da 7 vurmalıyam nəyə? 14'də 9'a. Buraya görünür ki, xisar gedir. 7'ye, burada 1, burada 2. 9 ile 6 xisar gedir. 3'e. Burada 3, burada 2. Və nəticədə birincidə alınır. 4'də 3. Çıxılsın. Burada da deməli, xisar gələcək. 2'də 1 qalır. 2'də 1 plus 3'də 1. Bu da bərabərdir. 4, 2, 3. Əlkəb bizə nə verir burada? Əlkəb bizə verib 12. Deməli, olacaq 12'də 9. Çıx 12'də 6. İşlər 12'də 4. Bu da olacaq. Deməli, 12'də 9. Çıx 12'də 6. Plus 12'də 4. Bizə verib 12'də neçə? 12'də 7. 12'də 7. İndi isə 2'də 1 üstə gəl. Bunu da buna böləndə görə bunu nə verəcək bizə? 5'də 4 vurulsun. 8'də 9. İxtisar gedir 4'də. 1 burada 2. Və alınır 10'da 9. Deməli, yazırım. 10'da 9. Çıxılsın 12'də 7. 2, 10, 12. Ortaq məxrəc 60'dır. Deməli, 60'da 30. 60'da 54. Çıxılsın 60'da 35. İndi burada məxrəc yerində qalır. 30 plus 54 çıx 35. Biləcək 49. Yəni doğru cavabımız olacaq 60'da 49. Yəni D variantı. Növbəti sualımız 67-ci sual. Sual belədir. 3 ardıcıl cüt ədədinin ədədi ortası 20 olarsa, bunların böyüyünü tapın. 3 ardıcıl cüt deyil. Birincidə mən 2n desəm, bundan sonraki 2n plus 2'dir. Və sonuncuda 2n plus 4 olacaq. Ədədi ortanı tapmaq üçün cəmlərini saya bölürük. Ədədi orta 20 verilibsə, yəni bunların cəmləri 6 plus 6 olacaq.
3 ədəddir də. 50 ortanı vurmaq lazımdır sayı. 3 × 20 60. 6 n bərabərdir 54-ə. N bərabər neçə? N 9. N 9. Böyüklük soruşur. Böyüyü də 2n plus 4'dür. 2'ni 9'a vurub üzərinə 4 gəlməliyik. 4. Və nəticə alınacaq neçə? 22. Doğru cavab burada 22'ye bərabərdir. 68-ci sual. Şəkildə AB, YF paraleldir. Paralel. BC, YD'ye perpendikulardır. Bucaq ABC əl işarəcəksə, bucaq DYF soruşulacaq. Bizdən bu bucaq soruşu nə bərabərdir? Şimdi AB ilə Y paralel olduğu üçün bu bucaqla bu bucaq daxili çapraz bucaq adlanır. Daxili çapraz bucaqlar bərabərdir. Yəni burada olacaq 52 dərəcə. Bizdən də buranın soruşu böyle x deyirəm. Düz bucaqlı üç bucaqdır. X-dən 52'nin cəmi bərabər 90 dərəcəyə. X də alınır buradan 38 dərəcəyə bərabər. Yəni doğru cavab burada Y variantı 38 dərəcəyə bərabərdir. 69-cu sual. Və sual belədir. X sıfırdan kiçik, o da y-dən kiçikdir. İfadəsinin qiymətini hesablayın. Baxaq. Birinci modul x firqə baxırıq. Şimdi y-imiz x-dən böyükdür. Y müsbət, x mənfidir. Y-imiz x-dən böyük olduğu üçün x və y-in fərqi mənfidir. Modulun içərisində mənfidirsə, bu yer dəyişik çıxmalı ki, müsbət çıxsın. X olacaq. Modul x. X-imiz mənfidir. Əgər modul x-dən x çıxartsam, deməli mənfi çıxartmışam. Modula mənfi çıxmır. X mənfi olduğu üçün qabaqda mənfi yazırıq ki, modulun nəticəsi müsbət olsun. Modul y bərabər y-ə. Y özü müsbət ilə olduğu kimi qalacaq. Gətirib yenə yazsaq, deməli y çıxı x plus y. Yəni olacaq 2y çıx 2x. Doğru cavabımız da burada C variantı. 2 çıx 2x'e bərabərdir. 70-ci sual və sual belədir. Ədəd oxumda mənfi 5 və 7 ədədlərindən eyni məsələ yerləşən ədəd tapın. Eyni məsələ deyil. Əslində bunu birbaşa yazmaq olar. Birbaşa yəni deyirəm. Bunların ədədi ortası olacaq. Ədədi ortası. Bu da 2'nin yarısı olacaq 1. Gəlin baxaq. Biri mənfi 5'dir, biri də 7'dir. Bunların eyni məsələ dediği üçün, yəni bunların ortası olacaq. Burada deyirəm x. X'i soruşun. X'dən 5'ə qədər, mənfi 5'ə qədər, bir də x'dən 7'ə qədər olan məsafə eyni olmalıdır. X'dən mənfi 5'ə qədər olan məsafə x'dən çıxmalıyam mənfi 5'ə. Bu bərabərdir. X'dən 7'ə qədər olan məsafə böyükdən kiçik çıxmalıyam. 7 çıx x. X plus 5 bərabər 7 çıx x'ə. Buradan alır 2x bərabərdir. 7 plus 7 minus 5 daha doğrusu. 2x bərabərdir 2'yə. X alınır 1. Deməli doğru cavabımız burada nədir? 1'ə bərabərdir. 71-ci sual və sual belədir. Üçbucağın iki tərəfinin uzunluqları 17 və 8'dir. Bu üçbucağın üçüncü tərəfini ala biləcək ən böyük tam qiymət neçə santimetrdir? Bu üçbucaq bərabərsidir. Üçbucağın istənilən tərəfi digər iki tərəfin cəmindən kiçik. Fərqinin modulundan isə nədir? Böyükdür. 17'dən 8 çıxanda 9. 17'dən 8'in cəmi 25. Bizdən soruşur. Üçüncü tərəfini ala biləcək ən böyük tam qiymət. Ən böyük tam qiymət 24'dür. Yəni doğru cavab burada 24'ə bərabərdir. 72-ci sual. Kitabın 7/4 hissəsi oxunduqdan sonra oxunmamış 114 səhifə qalarsa, kitab neçə səhifədir? Kitabın səhifəsinə mən x desəm, 7/4 hissəsi oxunubsa, demək 7/3 hissəsi qalıb. 7/3 hissəsi bərabər 114'ə. Hər tərəfi 7'yə vursam, x vur 3 bərabərdir. 7 vur 114'ə. X bərabərdir. 114 ilə 3 xısa olunur. Burada 1, burada 38. İndi isə 7'ni vurmalıyıq 38'ə. X bərabərdir. 7 dəfə 8, 56, 5 yadda. 7 dəfə 3, 21, o da 5, 26. Yəni 266. Kitab 266 səhifədir. Növbəti 73-cü sual. 3 avtobusdan birincisi 10, ikincisi 8,
Üçüncüsü 6 gündən bir səfərə çıxır. Eyni gündə səfərə çıxan bu avtobuslar ən azı neçə gün təkrar eyni gündə səfərə çıxar. Burada elə bir gün keçməliyik ki, həmin günlərin sayı 10-a, 8-ə və 6-ya tam bölünməlidir. Ən az dediği için deməli bunların əkub olmalıdır. Əkub 10, 8 və 6. Şimdi bu bərabərdir. Bərabərdir. Baxıram hər ikisinin, hər üçündə ortaq 2 var. 2-ni çıxardıram. Əkub 5, 4, 3. Bərabərdir. 2 vurulsun. Əkub. Burada 4-dən 3 qarşılı sayıdır. Qarşılı sayı olduğu için 4-dən 3-ün yerinə 12 yaza bilərəm birbaşa. Şimdi 5-dən 12 qarşılı sayı oldu. 5-dən 12 qarşılı sayı olduğu için əkub olacaq. Onların hasilləri, yəni 60. Və nəticə alınır 120. Yəni doğru cavabımız burada 120'dir. Ən azı 120 gün keçməlidir ki, yine eyni vaxtda başlasınlar. 74-cü sual. Uzunluğu 75 cm olan parça 3 bərabər hissəyə bölünmüşdür. Birinci və üçüncü hissələrin ortaları arasındakı məsafə neçə santimetrdir? Deməli, bu parçanı mən 3 dənə bərabər hissəyə bölməliyəm. 3 bərabər hissəyə bölməliyəm. Deməli, hər biri olacaq 25, 25, bu da 25. Yəni, hər biri 25 olacaq. Şimdi bizə deyir ki, birinci və üçüncü hissələrin ortası deyir. Ortası, yəni bu məsafəni soruşur. Amma bunun ortası 12,5 bura düşür. 12,5 bura düşür. Bir də burada 25 var. Bunlar toplasaq bizə neçə verəcək? 50'ni verəcək. Yəni 12,5, 12,5, 25, o da 25. Nəticə olacaq 50. 75-ci sual. 4 ardıcıl cüt ədin cəmi A-dır. Bu ədələrin ən böyüyünü A ilə ifadə edin. 4 ardıcıl cüt ədədir. Birincisi 2n'dir. Növbətçisi 2n plus 2'dir. Bir növbətçisi 2n plus 4'dür. Və sonuncusu 2n plus 6'dır. Bunların cəmi baxırıq. 8n, 8n. Üstə gəl 12. Bərabər nəyə? A-ya. 8n bərabərdir. A çıx 12. N də bərabərdir. A çıx 12'nin 8'ə nisbəti. N tapdıq. İndi bizdən soruşur ki, böyüyünü A ilə ifadə edin. Yəni bizlər bunu soruşur. Ona yazırıq 2 vurulsun. A çıx 12 böl 8. Üstəgəl 6. 2'dən 8'i sayılır. Burada 1, burada 4. Və alınır buradan A çıx 12 böl 4 plus 6. Bunu da belə yaza bilərik əslində. A bölünsün 4 çıx 3 plus 6. Yəni A böl 4 üstəgəl 3. Yəni belə saxlaya bilərik. A böl 4 üstəgəl 3. Nəticəni bu şəkildə saxlaya bilərik. Yetmiş 6-cı sual və sual belədir. Avtomobil 112 km getdikdən sonra yolun 12/5 hissəsi gedilməmiş qaldı. Avtomobil daha 2 km gedərsə yolun hansı hissəsi gedilməmiş qalar? İndi baxaq. Deməli, burada deyir ki, avtomobil 112 km getdikdən sonra yolun 12/5 hissəsi gedilməmiş qaldı deyir. Gedilməmiş. Avtomobil daha 35 km gedərsə yolun hansı hissəsi gedilməmiş qalar? İndi baxaq. Yolun uzunluğuna mən x desəm, 12/5 hissəsi gedilməmiş qalıbsa, deməli 12/7 hissəsini gedib. 12/7 bərabər 112'yə. 112. Burada hər dəfə 12'yə vursam, x vur 7 bərabər olacaq 12 vur 112'yə. 112'dən 7 sayılacaq. Burada 1, burada 16. Və x alınır 192. Yəni yolun uzunluğu 192'dir. 112'sini gedib, sonra 32 gelir. 112 üstəgəl 32 bizə verir neçə? 144 kilometr. 144 kilometr gedib. Yolun hansı hissəsi gedilməmiş qalıb? 192'dən 144 çıxır. Bölməli biz 192'yə. Bu da bərabərdir. 192'dən. Deməli 192'dən 144 çıxarda neçə edir? 8. Deməli 48. 16'ya hətta 16'ya yox, 48'ə ekstra olunur. Bəli, 48'ə ekstra olunur.
4'te 1. Deməli 4'te 1 hissəsi gedilməmiş qalar. Doğru cavabımız burada 4'te 1'ə bərabərdir. 77-ci sual və sual belədir. A-nı verir, B-ni verir, A-bir hasını soruşur. A bərabərdir. Mənfi 11,5'in modulu müsbət 11,5'dir. Çıxılsın. Kvadrat sadəcə buradakı mənfiyə aiddir. Mənfi 2 olacaq 2,25. Vurulsun mənfi 2. Üstə gəl mənfi 4'ün kubu edir. Mənfi 64. A bərabərdir. İndi burada 11,5 üstə gəl olacaq. 2'ni 2,25'e vuranda deməli olacaq 4,5. 4,5. Çıx 64. A bərabərdir. Deməli 11,5 sonra 4,5. Bizə verir 16'nı. 16 çıx 64. Olacaq mənfi 48. A tapdı. İkisi B'yə. B bərabərdir. 1'dən 2'də 1 çıxanda 2'də 1. 1'in üzərinə 2'də 1 gələndə 2'də 3. Vurulsun tərsini yazıram birbaşa. Məxrəcdə 2 çıx 2'də 3 bizə verir 2'də 1'i. 1 çıx 3'də 1 bizə verir 3'də 2'ni. 3'də 2. İndi məxrəcə diqqət edək. Məxrəcdə 2'də 3, 3'də 2. Hasilləri 1 olacaq. Sürətdə 2'də 1 vur 2'də 1 və nəticə ancaq 4'də 1. Şimdi abi hasilini soruşur. Mənfi 48'i də 4'də 1'ə vuranda olacaq mənfi 12. Yəni doğru cavabımız burada mənfi 12'ye bərabərdir. Yetmiş 8-ci sual və sual belədir. 480, 540, 630 ədədlərinin ortaq natqa bölənlərin sayını tapın. Deməli, bunların ortaq natqa bölənlərin sayını tapmaq üçün mən birinci tapmalıyam ki, bunların ortaq bölənlərinin ən böyüyü hansıdır? Ən böyüyünü tapsam bəs edir. Birinci tapıram əbob 480, 540 və 30. Şimdi 630'dur. 630. Şimdi baxan kimi görürəm ki 30'a bölünür hər biri. 30 çıxartsam əbob 30 çıxaranda burada 16. Burada 30 çıxaranda 18. Burada isə 21. Burada artıq ortaq sada vurğu yoxdur. 16, 18, 21. Hər üçün ortaq sada vurğu yoxdur artıq. Və bunlar qarşılıqlı sadə olacaq. Əbobları 1 olacaq. Deməli, nəticə 30'dur. Bunların ən böyük ortaq böləni 30'dur. Bunların ən böyük ortaq böləni 30 olduğu üçün deməli 30'u bölənlərin sayı elə bunların ortaq bölənlərin sayını olacaq. 30'u bölənlərin sayını tapmaq üçün 30'u yazırıq bu şəkildə. 2 üstü 1, 3 üstü 1, 5 üstü 1. Ortaq bölənlərin sayını tapmaq üçün qüvvətlərin üzərinə 1 gəlir. Hasil tapırıq. Bu şəkildə. 2 vur 2 vur 2. Nəticə olacaq 8. Yəni doğru cavab burada 8'ə bərabərdir. Yetmiş 9'cu sual. Katetlərin nisbəti üst 4 olan düzbucaqlı üçbucağın düzbucaq təpəsindən hipotenuza çəkilən meydan 2x plus 1 cm və hipotenuz 3x plus 9 cm olarsa bu üçbucağın daxilinə çəkilən radiusunu tapın. Deməli, düzbucaqlı üçbucaq çəkirik. Katetlər üst 4 nisbətində, yəni 3K, 4K. Biz bilirik ki, 3K, 4K verirsə, hipotenuz olacaq 5K. Buradan 5K çıxır. İndi, hipotenuzu verir 3x plus 9. 3x plus 9 verir. Hipotenuza çəkilən meydanına verir 2x plus 1. Biz bilirik ki, hipotenuza çəkilən meydan hipotenuzun yarısıdır. Deməli, meydanı mən 2'ye vursam, hipotenuz verəcək. Yəni 4x plus 2. Yəni, bunu 2'ye vuranda hipotenuz verəcək. Bunu anlar ki, x bərabərdir 7. X 7'dir. X 7 ise deməli hipotenuz olacaq 3 vur 7 plus 9. Yəni olacaq 30. Hipotenuz 30'dursa, deməli K neçədir? K 6'dır. K 6 ise katet biri 18, digər də olacaq 24. Bizdən soruşur daxilə çəkilən radiusu. Balaca yer. Balaca yerdə bərabərdir. Katetlərin cəmi çıxıtımız bölü 2. 18 plus 24 çıx 30 bölü 2. Bu da bərabərdir. Deməli, 18, 24 toplayanda bizə verəcək nəticə sürətdə verəcək 12. 12 böl 2. Bu da neçə? 6. Yəni doğru cavabımız burada 6'ya bərabərdir.
80-ci sual və sual belədir. Duzluluq faizi 12% olan 25 kg duzlu su məhlulundan neçə kilogram su buxarlanmalıdır ki, məhuldakı duzun faizi 15% olsun? Deməli, ilk növbədə biz duzun miqdarını tapmalıyıq. Duzun miqdarı 25-in 12% duzdur. İxtisar olunur 25'e. Burada 1, burada 4. 4. Və nəticə alınır burada 12-nin 4-ə nisbəti 3. Deməli, 3 kilogram duz var. Duz. Bir bu məhluldan, yəni 25'dən nə qədər su çıxartsam, onun duzluq faizi 15% var. Yəni %15'i duz olacaq. %15'i duz. Duz da verir bizə 3. Deməli, hər tərəfi 100'ə vursam, 25 çıx x vur 15 bərabər 300'ə alınacaq. 300'ü də 15'ə ixtisar etsəm, burada 1, burada 20. Bunun alınır ki, 25 çıx x bərabər 20'yə və x alınır neçə? X alınır 5. Deməli, burada doğru cavabımız 5'dir. Yəni 5 kilogram mən su buxarlandırsam, duzun faizi olacaq 15%. Və nəhayət gəlib çatdıq sonuncu sualımıza. Məktəbdə təhsil alan 75 nəfər 10-cu sinif şagirdinin 24% ali məktəbə qəbul imtahanı üçün birinci qrup üzrə hazırlaşır. Bu şagirdlərin 12 kimya fənni, 12 isə informatika fənni üzrə hazırlaşır. Yalnız bir fənn üzrə hazırlaşan 10-cu sinif qrup şagirdlərin sayını tapın. Şimdi baxaq. Deməli, 75 nəfər 10-cu sinif şagirdinin 24% ali məktəbdə deyir ki, hazırlaşır birinci qrup üzrə. 75'in 24%'ini tapıram. Vur 24 bölü 100. Burada ixtisar gedir. İxtisar gedir. 25'e. Burada 4. Burada 3. Bu da olacaq neçə? Deməli, eyni zamanda burada 24 ilə də 4'e sayılacaq. Burada 1, burada 6. Deməli, burada neçə nədir? 18. 18. İndi deyir ki, bu şagirdlərin 10'u kimya fənni, 12'si isə informatika fənni üzrə hazırlaşır. Yalnız bir fənn üzrə hazırlaşan 10 sinif birinci qrup şagirdlərin sayını tapın. Yalnız bir fənn üzrə. İndi gəldi ən maraqlı hissəsi bura. Deməli, informatika kimya. İndi burada bizə baxaq. Peki bu şagirdlərin 10'u kimya fənni, 12 isə informatika fənni üzrə hazırlaşır. 12. Deməli, buradan çıxır ki, hər iki fənn üzrə hazırlaşan da var. Çünki ikisini toplarsan nə olacaq? 10, 12, 22 olacaq da. Amma burada isə 18 tapmışıq. Kəsişməyə deyilən x. İndi 10'u kimyadırsa, bura olacaq 10 çıx x. 12'si informatikadır, bura olacaq 12 çıx x. Bunların cəmi 12 çıx x, üstə gəldi x, üstə gəldi 10 çıx x. Bizə verir neçəni? 18'i. Burada bu x-lə gələcək və alınacaq 22 çıx x bərabər 18. X bərabər 4'ə. X tapdıq 4. İndi bizdən soruşur ki, yalnız bir fənn üzrə. Yalnız bir fənn üzrə dediyi, baxın, bizdən bunu soruşur. Bu ikisinin cəmi. 12 çıx x, üstə gəl 10 çıx x. Yəni 22 çıx 2x. Bu da bərabərdir. X-imiz 4 olduğu üçün 22 çıx 8. Nəticə olacaq 14. Yəni doğru cavab burada 14'ə bərabərdir. Sualların icabı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.